Birinci 6-cı qrupdan 21-ci sual. 21-ci sualda deyir ki, butin bir molekulunda karbon atomları arasında, sadəcə burada diqqətli olursan, karbon atomları arasında butin bir deyəndə birincidə 3 qat rabitə olacaqdır. Neçə ədəd sigma rabitə? 3 qat rabitənin biri sigmadır. Sonra yerdə qalanlar, yəni 2 dənə də tək qat var. Cəmi 3 dənə sigma var və 2 qat rabitə olduğuna görə də 2 pi var. 3 qat rabitənin biri sigmadır, 2 pidir. Bu da D variantı 21-ci sualda. Son 8-ci sualda. Hansı halda reaksiya məhsulları düzgün göstərilməyibdir? Birinci sualda əsasi oksidə H-klorla reaksiya daxil olur. Mis xlor üzərinə gəl H2, bu doğrudur. İkinci sualda aktiv metallar su ilə reaksiya daxil olanda hidroksid və hidrogen, bu da doğrudur. Üçüncü sualda əhəng suyunun alınması flor dərsinə keçmişik, temperatursuz, bu reaksiya da doğrudur. D variantında natrium 2 sinqoik üzərinə gəl su, bu doğrudur. Y variantında kalium 2 karbon O3 alınmalıydı. Burada alıb kalium oksid. Y variantı səhvdir. Hansı reaktivin köməyi ilə gliserini, formaldehidi, glukozanı, saxarozanı, mis-OH2 göyrəngli çöküntü verir. D variantı. Sonra 25-ci sualda. 25-ci sualda verilmiş sxemdə X, Y, Z maddələrini müəyyən edin. Birincidə olur CH3, COOH. CO3 əmələ gətirməyən oksid uşaqlar. Bu oksisintez reaksiyasıdır. Bunu demişik CH3, COOH. Yəni sirkə turşusu. Bu A'ya aiddir. CH3, COOH. İndi bunun üzərinə CH3OH gəlirlər. Buna efirləşmə reaksiyası deyirik. Turşudan OH, spirtdən H qopacaqdır. Yəni CH3CO birində qalır. Əsas, yəni spirtdənsə H qopacaqdır. CH3OO, CH3-2 variantda var, A-da B-də. Sonra ikinciyə keçirik. Natrium sadəcə hidrogeni çıxardacaqdır. Özü yerinə keçəcək. Bu da yenə də A-da B-də davam eləyir. Və sonuncuda xlorla reaksiyasında CH3-dəki hidrogen xlorla əvəz olunacaqdır. Bax, B-də fərqli bir şeydir. A variantı CH3-dəki hidrogen əvəz olunur. A variantı 25-də. Sonra B-də A-dəki hidrogen. B-də nə eləyiblər, başa düşənmədim. Sonra 58 necə? Səhifə 58-də 12. Yəni